Belə bir sualı var. Namaz pis işlərdən çəkindirirsə, bəs namaz qılıb 1000 hoqqadan çıxan insanlar niyə düzəlmir? Elhamdülillah. Bəli, belə bir ayə var Quran-Kərimdə. Allah Subhanahu wa Taala buyurur ki, "İnnas salata tenha anil fahşai vel munkar." Həqiqətən namaz pis və yaramaz işlərdən insanı qoruyur. Belə bir ayə var. Və lakin nəyə görə sualda necə qeyd olunur? Nəyə görə bəzi insanlar namaz qılır, amma bəzi günahlar etməyə davam edirlər? Cavab odur ki, o insan həqiqətən namazı tam qılmır. Ona görə məsələn Quran-ı Kərimdə baxsanız, hətta Peyğəmbər sallallahu hədislərində tapmarsınız ki, Allah Subhanahu taala əmr edir ki, namaz qılın. Məsələn, bir çox ayələrdə Allah Subhanahu deyir ki, "Aqimus salah." Aqimus salah nə demək aqimus salah? Yəni iqamət edin. Yəni namazı necə lazımdır, düzgün formada, bütün rukunlarla, şərtlərlə onu həyata keçirdin. Yəni, təxmini Azərbaycanca tərcümə etsək, mənası budur. Ona görə namaz, insan onu normal, necə Allah Subhanahu əmr qılsa, o onu bütün yaramaz işlərdən çəkindirəcək. Aydındır? Görürsünüz, hətta namazda bir çox namaz qılan insana deyir ki, ben namaz qılırım, fikrim orada burada olur. Düzdür? Ona Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, insanlar namaz qılır, kimsə cəmi namazın 1/10 savabını götürür. Kimsə yarısını savabını götürür. Kimsə məsələn tam savabını. Neydən asılıdır o? Sən o namaza necə yanaşırsan? Əgər sən yanaşırsan bu namaza ki, sən Allahın qabağında duracaqsan, Allah Subhanahu taala səni eşidir, səninlə danışır. Çünki namaz Allahla danışmaqdır. Allah səni görür. Allah sənin dualarına cavab verir. Sən bu namazdan sonra, bir neçə saatdan sonra digər namaz qılacaqsan. Əməllərini düzəltməlisən, günah etməməlisən. İnsan bunu başa düşməlidir. Başa düşməlidir ki, bir neçə saatdan sonra yenə də Allahın qabağında duracaq. Belə halda əgər o onu anlasa ki, mən öz Rəbbim qabağında dururam. Hansı ki, bütün əməllərimi görür. Hansı ki, hər bir məzlumun haqqını qoruyur və zalimi cəzalandıracaq. O heç vaxt günah eləməz. Yaramaz işlər eləməz. Çünki bilir ki, Allahın yanında durur. Və lakin əfsuslar olsun, düz ki, bəzi insanlar namazı sadəcə adət kimi eləyirlər. Və yaxud da boynumda da eləyirlər. Fikirləşmirlər ki, Allah Subhanahu taala qabağında dururlar. Ona ki, bəli, belə insanlar barədə hətta hədis var. Peyğəmbər sallallahu əleyhi və səlləm hədislərin birində deyir ki, müflis insan barədə sizə xəbər verirmi? Dedilər, ya Rasulullah, müflis insan o insandır ki, malı, mülkü və övladları itirir. Müflis olur. Deyir, Peyğəmbər sallallahu əleyhi və səlləm, o həqiqi müflislik deyil. Həqiqi müflislik, iflas, yəni xeyr əməl eləmək, hətta misal gətirir. Deyir, qiyamət günü belə insan olacaq ki, namazlarını qılıb, baxın, hədisdə belə gəlib, namazlarını qılıb, zəkatını verib, orucunu tutub, lakin deyir, qiyamət günü gətiriləcəkdir bu əməlləri, xeyr əməlləri, lakin onun müqabilində deyəcəklər, filan adama zülm elədi, filan adamı vurdu, filan adamdan malını aldı, qaytarmadı, filan kəsi aldatdı. Yəni, yaramaz işlərini sayacaqlar. Və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, bütün bu elədiyi yaxşı əməlləri, namazdır, zəkatdır, oruc, hansı ki o eləyirdi, onun savablarını hamısını götürəcəklər ondan və verəcəklər bu məzlum insanlara, kimə o zülm edirdi. Deyir, müflislik əsl və budur. Və çox vaxt o qədər zülm eləyir insan ki, hətta bütün xeyr əməlləri məzlumlara verəndə yenə də insan onların haqlarını çıxa bilmir. Onda nə olur Peyğəmbər sallallahu əleyhi və səlləm deyir? Həmin məzlumların günahları ona yüklənir. Görürsünüz? Ona görə həqiqətən o namaz qılan ki, namaz qılır və lakin yaramaz işlərini tərk edir, o müflisdir. O müflisdir. Çünki o boyda savabı, o qədər yaxşı xeyir əməli, namazı, o həmin savabı Allah məcbur eləyəcək ona ki, onu götürə bilməyəcək, verəcək başqa insanlara. Ona görə namazı qılmaq, deməli, iqamət etmək lazımdır. Necə Allah Subhanahu Quranda buyurur. Hələ belə eləmək yox. Namaz qıldım desinlər, ya özümə deyim ki, mən namaz qıldım, boynumdan düşdü. Çox müsəlmanlar, əfsusları belə yaxınlaşırlar ki, boynumdan düşsün. Belə eləsən, sən bu namazdan faydalanmayacaqsan. Yox, sən namaz başa düşməlisən ki, namaz
səninlə Allah arasında bir münasibətdir. Bir vasitədir. Bir əlaqədir. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm baxın hədislərin birində nə deyir? Deyir, belə namaz qıl ki, hələ bir sənin axırıncı namazındır. Yəni bu namazı qılıb bu dünyadan gedəcəksən. Belə biz namaz qılsaq, ya hansı bir insan belə namaz qılsa ki, elə bil ki, axırıncı namazdır. Da ölür bundan sonra. Öldürəcəkdir onu, məsələn. Mümkündürmü bundan sonra yaramaz işlər eləsin? Yox. Çünki bilir ki, bu namazdan sonra gəlib Allahla görüşəcək, bütün əməllərinə cavab verəcək. Və budur həqiqi namaz. Belə qılma hələ bir ki, sənin axırıncı namazındır. Bu namazdan sonra Allahla görüşəcəksən. Belə namaz insanı yaramaz işlərdən qoruyur. Yox, insan adətə görə və boynumdan düşsün deyənə qılırsa, əlbəttə ki, onu yaramaz işlərindən qorumaz. Allah da yaxşı.